Many teenagers wonder how to spend their free time wisely. Free time is not only for relaxation, but also for discovering new hobbies and doing something useful. Some young people choose surfing. It's exciting, keeps them active, and also teaches balance and patience. Others enjoy cycling, which is good for their health and allow them to explore their neighborhoods and new parks. Some teens join art or music classes where they can learn to paint, play instruments, or sing. These activities boost creativity, reduce stress, and give them the chance to meet new friends. Reading books is another great way to spend free time, as it helps expand vocabulary and develop imagination. Sports like basketball, tennis, or swimming build teamwork and confidence. Even volunteering at an animal shelter or in a library teaches responsibility and brings the joy of helping others. By choosing fun and useful activities, teenagers can grow, stay healthy, and learn skills that will help them in life. Salam əziz tələbələr, mən Rəhimli Əfsanə, Master School Tədris Mərkəzinin ingilis dil müəllimiyəm. Sizlərlə 9-cu sinif OTK sınağının izahına baxırıq. Explanation sözü var nöqtələrdən sonra. Birinci sualımızı deməli, kəmiyyət bildirən sözləri istəyir. Explanation cəmdədir və biz cəm olan isimlərlə little və much verə bilmərik. Ona görə cavabımız a few və a lot of özlərindən sonra mütləq cəm isim istəyirlər. Cavab 2-3. Baxırıq 57 nömrəli sualımıza. Altına xətt çəkilmiş sözün sinonimini istəyir. Relationship, yəni münasibət, əlaqə deməkdir. Connection, əlaqə, argument, mübahisə. Separation, ayrılıq. Competition, yarış. Distance, məsafə deməkdir. Connection, əlaqə, düzgün cavabdır. Baxırıq 58-ə. Definition istəyir. Feeling sure about yourself and believing you can do things well. Özünə deyir, əmin olmaq, güvənmək və inanmaq ki, nəyisə yaxşı edə biləcəksən. Özünə güvənmək. Confidence, özgüvən. Wisdom, müdriklik. Courage, cəsarət. Patience, səbir. Curious, maraq. Cavabınız confidence, özgüvən deməkdir. Baxırıq 68 nömrəli testimizə. Bizdən antonim cütlüyünü istəyir. Rapid, sürətli, fast, sürətli sinonimdilər getdi. Large, geniş, tiny, balaca, kiçik antonimdilər düzdür. Brave, cəsur, courageous, o da cəsur, cəsarətli sinonimdilər getdi. Cheerful, şən, əhval-ruhiyyəsi yaxşı. Sorrowful, qəm-kədərli antonimdilər götürürük. Intelligent, dərrakəli, smart, ağıllı, dərrakəli, 5 sinonimdilər getdi. Cavab 2 və 4. Baxırıq short tekstlərimizə. On 5 April 2024, the London Library announced that it will be offering free reading session for children and young people every Saturday. Aprelin 5-2024-cü ildə London Kitabxanası elan edir ki, gənclər və uşaqlar üçün pulsuz oxuma sessiyaları təklif edəcək, deməli olacaq hər şənbə günü. A week before the session, sessiyadan bir həftə əvvəl, the library posted on social media and in local newspaper. Kitabxana deməli sosial mediasında və yerli qəzetlərində post edib. Children were invited to bring their favorite books. Uşaqlar deməli istədikləri sevimli kitablarını gətirməyə dəvət olunurlar. Uşaqlar dəvət olunurlar öz istədikləri favori kitablarını gətirməyə. And read them aloud with volunteers. Könüllülərlə onu yüksək səslə oxumağa dəvət olunurlar. Baxırıq. Only adults can join. Yanlışdır. Burada deyir children and young people. Getdi. The library asks children to bring their favorite book to reading session. Bu düz ola bilər. Baxırıq. The library didn't make an announcement. Elan etməyiblər, səhvdir. Burada deyir
they announced. Reading session are held every day. Hər gün olur, xeyr, yalnız 6-cı günlər. All participants must pay for the reading session. Xeyr, burada free, pulsuz olduğu bildirilir. Ona görə Y-də səhvdir. Cavab B variantı. Baxırıq növbəti sualımıza. Dear Mrs. Parker, Aziz Mr. Parker, my son David is currently attending art painting classes at your studio. Sizin studiyanızda mənim oğlum indicə rəsm dərslərində, yəni incəsənət dərslərində iştirak edir. Unfortunately, due to the moving to another city, he will not able to continue his studies. Bədbəxtlikdən başqa bir şəhərə köçdüyümüzə görə o artıq dərslərinə davam edə bilməyəcək sizin studiyanızda. Please let me know how to get a certificate for the classes he has already completed. Zəhmət olmasa mənə bildirin ki, o artıq iştirak etdiyi dərslər üçün sertifikatı necə əldə edə bilər. Thank you for your understanding. Başa düşdüyünüz, anlayışınız üçün minnətdaram. Yours sincerely, xoş arzularla Mrs. Brown. Deməli, Mrs. Brown requests her son to start a new art course. Yeni, gələn aydan yeni kursa başlamağını istəyir. Xeyr, bundan bəhs etmir. David will continue the art course after moving. Baxırıq 59 nömrəli testdə. Possessive case yəli hal istəyir. Yəli hal olması üçün ismə qoşulub özündən sonra isim gəlməlidir. The engineer's project, mühəndisin proyektləri ola bilər. This actor, burada səhv var çünki this cəm işarə vəzlidir. Özündən sonra tək isim gəlib. Ona görə bu yanlış cavabdır. There are those students. Bax görürsünüz, those cəmdir, amma students təkdə verilib. Olmaz. The teacher's voice, burada ümumiyyətlə S verilməlidir. Verilməyib, təkcə apostrofla yerik düzəlməz. These buildings, burada da these-dən sonra gələn building sözü cəmdə verilib. Olmaz. These tək işarə əvəzliyidir. Cavab A variantı. 60-cı sual yenə yəli haldır. He is burada ümumiyyətlə yəli hal yoxdur. Yəli hal apostrof S apostrofla düzəlir və yaxud da off ilə. Two friend, two iki say var. Cəm olmalıdır. S apostrof olmalıdır. Getdi. Sam and Mary's hands. Bədən üzvləri ortaq verilə bilməz. Ona görə burada hər birinə ayrı-ayrılıqda apostrof S verilməli idi. S variantı getdi. Few, a few özlərindən sonra mütləq cəm isim istəyirlər. Apostrof S yox, S apostrof olmalı idi. D variantı getdi. The science research change modern physics düzdür. Y variantı düzgün cavabdır. 61-də definition be fluent in essential connected. Something very important and necessary. Nəsə çox önəmli və vacib olan. Essential vacib deməkdir. A variantı. Able to speak a language easily and well. Nədəsə səlis olmaq, yaxşı danışa bilmək, asanlıqla danışa bilmək. Bu be fluent in, yəni səlis, rahat danışıq, bacarmaq. Linked or related to something, nə iləsə bağlı, əlaqəli olmaq, connected. 1 B, 2 A, 3 C. Cavab C variantı. Daniel is, sifətin üstünlüyü var. Sifətin üstünlüyü mütləq Z artiklı istəyir. Z artiklı E-ləri çıxırıq. The longest river və varlığı tək olan, vahid olan the world, the sun, the moon, the earth, bunların hər birində Z artiklı istəyir. Cavab C variantı. 63 cəmdə olan isimlər siyahısıdır. Scenery, mənzərə təkdədir, film təkdədir, getdi. Agenda, desk təkdədir, getdi. Those theories cəmdədir. Furniture sayılmayandır, room təkdədir, getdi. Luggage sayılmır, station təkdədir, getdi. Cavab C variantı. Answer təkdə olan isimdir və site ilə başlayır. Ona görə N artiklı verəcək. C getdi, Y getdi və boş qalmaz. A getdi. Researcher təkdədir. Ona görə də qarşısına artikl verməliyik.
və researcher submitlə başladığına görə an artiklı olmaz. Ona görə D variantı. Compound nouns mürəkkəb isimlər istəyir. Resonance düzəltmədi, getdi. Competition development düzəltmədi, getdi. Behavior düzəltmədi, getdi. Timetable və backpacking mürəkkəbdilər. Environment düzəltmədi, getdi. Uncountable sayılmayan isimlər. Car sayılır, getdi. Book sayılır, getdi. Notebook sayılır. Weather, furniture, wisdom bunlar sayılmayan isimlərdir. Weather, hava, furniture, mebel, wisdom müdriklik. Cat da burada sayıla bilən isimdir. Getdi. Cavab D variantı. Baxırıq 67-ci testimizə. Singular təkdə olan isim istəyir. Centers cəmdədirlər. Ona görə mərkəzlər deməkdir, cəmdədir. Outcomes cəmdədir, getdi. B variantında equipment təkdədir. C variantında geese keçilər deməkdir, cəmdədir, getdi. Oxen cəmdədir, trees cəmdədir, getdi. Y variantında isə newcomers yeni gələnlər cəmdədirlər, getdi. Cavab B variantı. Baxırıq 68 nömrəli testimizə. Bizdən antonim cütlüyünü istəyir. Rapid, sürətli, fast, sürətli sinonimdilər, getdi. Large, geniş, tiny, balaca, kiçik antonimdilər, düzdür. Brave, cəsur, courageous, o da cəsur, cəsarətli sinonimdilər, getdi. Cheerful, şən, əhval-ruhiyyəsi yaxşı. Sorrowful, qəm-kədərli antonimdilər, götürürük. Intelligent, dərrakəli, smart, ağıllı, dərrakəli, 5 də sinonimdilər, getdi. Cavab 2 və 4. Baxırıq short tekstlərimizə. On 5 April 2024, the London Library announced that it will be offering free reading session for children and young people every Saturday. Aprelin 5-i 2024-cü ildə London Kitabxanası elan edir ki, gənclər və uşaqlar üçün pulsuz oxuma sessiyaları təklif edəcək, deməli olacaq hər şənbə günü. A week before the session, sessiyadan bir həftə əvvəl, the library posted on social media and in local newspaper. Kitabxana deməli sosial mediasında və yerli qəzetlərində post edib. Children were invited to bring their favorite books. Uşaqlar deməli istədikləri sevimli kitablarını gətirməyə dəvət olunurlar. Uşaqlar dəvət olunurlar öz istədikləri favori kitablarını gətirməyə. And read them aloud with volunteers. Könüllülərlə onu yüksək səslə oxumağa dəvət olunurlar. Baxırıq. Only adults can join. Yanlışdır. Burada deyir children and young people. Getdi. The library asks children to bring their favorite book to reading session. Bu düz ola bilər. Baxırıq. The library didn't make an announcement. Elan etməyiblər, səhvdir. Burada deyir they announced. Reading session are held every day. Hər gün olur, xeyir. Yalnız 6-cı günlər. All participants must pay for the reading session. Xeyir, burada free, pulsuz olduğu bildirilir. Ona görə Y-də səhvdir. Cavab B variantı. Baxırıq növbəti sualımıza. Dear Mrs. Parker, Aziz Mr. Parker, my son David is currently attending art painting classes at your studio. Sizin studiyanızda mənim oğlum indicə rəsm dərslərində, yəni incəsənət dərslərində iştirak edir. Unfortunately, due to the moving to another city, he will not able to continue his studies. Bədbəxtlikdən başqa bir şəhərə köçdüyümüzə görə o artıq dərslərinə davam edə bilməyəcək sizin studiyanızda. Please let me know how to get a certificate for the classes he has already completed. Zəhmət olmasa mənə bildirin ki, o artıq iştirak etdiyi dərslər üçün sertifikatı necə əldə edə bilər. Thank you for your understanding. Başa düşdüyünüz, anlayışınız üçün minnətdaram. A variantında Mrs. Brown request her son to start new art course next month. Növbəti ayda yeni kursa başlamağı təklif edir. Xeyir. David will continue the art course after moving to another city. Yeni şəhərə keçəndən sonra, digər şəhərə keçəndən sonra yenidən davam edəcək. Xeyir. Not able deyir.
Mrs. Brown asked to give information about the certificate for finished lesson. Bitmiş dərslər barədə sertifikat verilməsi haqqında məlumat istəyir. Ola bilər. David has completed the entire art. Bütün demək olar ki, incəsənət kursunu bitirib. Xeyr, yanlışdır. Mr. Brown wants Mrs. Parker to cancel all art class. Bütün dərsləri bitirməyini, daha doğrusu cancel, yekunlaşdırmağını istəyir. Yanlışdır. 71. Dear Mr. Harris, Aziz Mr. Harris, I am waiting to inform you that our school choir will visit your music center next Friday. Məlumat vermək istəyirik ki, bizim məktəbin xoru gələn 5-ci günü sizə baş çəkəcək. Məlumat vermək istəyirik ki, bizim məktəbin xoru gələn 5-ci gün sizin musiqi mərkəzinə baş çəkəcək. The students are excited to see the instruments and learn about the history of music. Bizim uşaqlar musiqinin tarixi və sizin musiqi alətlərini görəcəkləri üçün çox həyəcanlıdırlar. We would appreciate it if you could prepare a short workshop for them. Əgər siz onlar üçün bir workshop hazırlaya bilsəz, sizə çox minnətdar olardıq. Workshop, yəni ateliye kimi studiya hazırlaya bilsəz, çox məmnun olardıq. Sonra baxırıq. Choose a correct variant. Mrs. Lane invites Mr. Harris to join the school. Xeyr, özləri gedəcəklər, onu dəvət etmirlər. Also organize a small workshop for the choir students. Mr. Lane ola bilər. The students will visit the music center to sing song. Mahnı oxumaq üçün gedəcəklər. Xeyr, musiqi alətlərini tanış olmaq və musiqi tarixini öyrənmək üçün gedəcəklər. The school choir will perform at the music center next Monday. Monday yox, Friday deyə getdi. Mr. Harris write to Mrs. Lane about his new workshop. Xeyr, Mr. Harris yazmayıb, Lane yazıb məktubu. Getdi. Cavab B variantı. İndi isə keçirik mətnimizə. Mətnə bir göz atırıq. Mətnimiz kəklik-odudan bəhs eləyir. Azərbaycanda məşhur bir geniş yayılmış bitki növüdür və dünyada özünün güclü qoxusu və sağaltma müalicə xüsusiyyətləri ilə məşhurdur. Dağlarda yetişir, xüsusilə quru və günəşli ərazilərdə. Daha çox Qərbi Qafqaz və Talış dağlarında tapmaq mümkündür. Daha çox hansı bölgələr məşhurdur? Naxçıvan, hardakı Azərbaycanın special aroma makes it loved in Azerbaycan culture. Onun xüsusi qoxusu, aroması Azərbaycanda, Azərbaycan mədəniyyətində onu sevilən edir. This plant is small, kiçik bitkidir. Deməli, balaca bənövşəyi və yaxud da çəhrayı gülləri var. Kiçik yaşıl yarpaqları var. Çox güclü və fresh, təmiz qoxusu var. Çox insanlar onu çaylarda və qidalarda sevir. Soyuğu müalicə edir, öskürəyi, even stomach problems, qarın problemlərini, mədə problemlərini də həll edir. Klinikdə havanı təmizləmək üçün və insanlara istirahəti üçün, dincəltmək üçün kömək edir. Müxtəlif növləri var və öz rənglərinə, qoxusuna və yetişmə yerlərinə görə seçilirlər. Ən yaxşı keyfiyyətləri isə təmiz dağlarda dağ ətri və parlaq çiçəkləri var. Yaxşı keyfiyyətli kekoslarda dağ havası və parlaq çiçəkləri var. Fermerlər və bitki satanlar tez-tez onun diqqətlə qurudurlar və keep its power, onun gücünü qoruyub saxlamaq üçün diqqətlə qurudurlar. Bugün evlərdə, yalnız evlərdə yox, həmçinin tibbdə, yəni apteklərdə də istifadə olunur, həmçinin bitki mağazalarında. Baxırıq. Choose a correct answer to the question according to passage. Why is thyme popular in Azerbaycan culture? Azərbaycan mədəniyyəti niyə məşhurdur? Because it's expensive, belə bir şey deyilmir. And hard to find, tapılması çətindir. Xeyr.
It replaces all the other herbs. Digər bütün bitkiləri əvəz edir. Xeyr. Because it's mixture with honey. Bal ilə qarışdırılır. Xeyr, belə bir şey demir. Because it grows only in cities. Ancaq şəhərlərdə yetişdirilir. Xeyr. Because of smell and benefit, health benefit. Sağlamlıq faydaları və qoxusuna görə cavab Y variantı. O da deməli burada verilib. It's known for its strong smell and healing properties. Baxırıq 73-ə. Choose the correct statement according to the pattern. Thyme is used to treat health problems. Sağlamlıq problemlərini müalicə etmək üçün istifadə edilir. Düzdür. It grows well in wet and cold places. Yox. Deyir ki, dry and sunny areas. Ki yanlışdır. People dry thyme carefully to keep its power. Düzdür. To keep its power. Burada da dry it carefully to keep its power. Düzgün cavabdır. Baxırıq da thyme's leaves are long and dark. Uzun və dark. Tündür rəngi. Xeyr. Burada tapacaq indi. Yes. Plant is small, tiny pink flowers and short green leaves. Burada da cavab olacaq. Yanlışdır. 1-3. Baxırıq növbəti suala. The passage is mainly about mətn haqqındadır. A traditional mountain food recipe. Elə bir ki, dağ ənənəvi dağ resepti. Yox. Why people grow herbal plant in their garden? Nəyə görə öz bağlarında bitki herbal bitki yəni yetişdirirlər? Xeyr. Different type of plants in national cuisine. Milli mətbəximizdə müxtəlif bitki növləri. Xeyr. A famous herbal plant and its special uses. Bəli. Belə deyək, dərman kimi istifadə olunan bitki və onun faydaları, xüsusi istifadəsi. Special uses, onun xüsusi istifadəsi. Cavab D variantıdır. The history of farming in Azərbaycan. Azərbaycanda fermaçılığın tarixi deyil. Cavab D variantı. Cümləni tamamlayırıq. The best quality thyme is chosen because it. Burada mətnimizdə var idi o. The best quality thyme has a clean mountain smell and bright flavor. Flowers. It has bright color and clean smell. 1. Grow only in the northern region. Xeyr, belə demir. Has a special aroma from the mountains. Bəli. 3. Is always mixed with other herbs. Xeyr, bu da deyil. 1-3 cavab D variantı. Which statement are false? Hansılar yanlışdır? Thyme is used in tea and cooking. Düzdür. Çayda və kekli qutu yeməkdə istifadə olunur. It only grows in Talaş. Xeyr, orada Naxçıvandan da deyilirdi. 2 səhvdir. It's sold in pharmacies and herbal shops. Düzdür. Apteklərdə və dərman ot mağazalarında, bitki mağazalarında satılırdı. The plant has large flowers and yellow leaves. Xeyr, yaşıl yarpaqları və tiny flowers, kiçik gülləri var idi. 4 də səhvdir. Bizdən səhv cavablar istəyir. 2 və 4. 2 və 4. Baxırıq indi dinləməmizə. Cümləni tamamlayın. Complete a sentence. Orada boş vaxtları necə keçirməli, hansı fəaliyyətlər və fəaliyyətlərin faydalı cəhətlərindən bəhs olunurdu. Teenagers enjoy cycling. Velosiped sürməkdən zövq alırlar. Çünki it is healthy for the body. Bədən üçün faydalıdır. Düzdür. It helps them explore new parks. Yeni parklar kəşf etməyə kömək edir. Düzdür. It helps them play instrument. Musiqi alətlərinə. Xeyr. For being creative, yaradıcı olmağa kömək edir. Xeyr. Cavab 1-2. Suala düzgün cavab tapın. Which activity teach balance and patience? Balanslı olmaq və səbir hansı
idman növü öyrədirdi, aktivite öyrədirdi. Cavab going surfing, surf etmək. Bunlar volunteer in the garden, bağda könüllü olmaq deyildi, incəsənət deyildi, tenis oynamaq deyildi, kitab oxumaq da deyildi. Dinləmədə surf etmək, balanslı olmağı öyrədirdi, qeyd olunur. Mətn nə haqqındadır? Why teenagers should only relax in free time? Nə üçün yalnız boş vaxtlarında dincəlməlidirlər? Xeyr, bundan bəhs etmirdi. Volunteering is more important than sport. İdmandan daha vacibdir. Könüllülük səhvdir. Reading books as a great way to spend free time. Kitab oxumaqdan bəhs olunurdu, amma bütün mətnin bunun haqqında mıydı? Xeyr. How to become a professional surfer. Surfçı olmaq. Necə olmaq? Xeyr. Free time activities, müxtəlif boş vaxt fəaliyyətləri və onların faydaları. Y variantı düzdür. Gəldik true false hissəsinə. Art classes can reduce stress. İncəsənət dərsləri, yaradıcılıq dərsləri, yəni stresi azaldır. Bəli, true. Teenagers should spend all time free time sleeping, yataraq keçirməlidirlər. False. Volunteering teach responsibility and kindness. Bəli, könüllü olmaq, könüllülük işi, məsuliyyət və insanlara qarşı mehribançılıq olurdu. Düzdür. Reading books has no benefit. Faydası yoxdur kitab oxumağın. Bu da false, yanlışdır. 81-də isə şəkillərə əsasən 35 sözdən ibarət hekayə qurmalısınız.